Salam. Bugün elə bir şəxs haqqında danışmaq istəyirik ki, ömrünün sonuna qədər mübarizədən əl çəkmədi. Nə o zaman ki, ətrafında az insanlar var idi, nə o zaman ki, ətrafını insanlar bürümüşdü. Ona olan hörmətsizliklər, təhqirlərə baxmayaraq, həmişə haqqı deyirdi və onu təkrar edirdi. Ta o zamana qədər ki, öz hədəfinə çatdı. Bu şəxs, aləmlərə rəhmət olan əziz Peyğəmbərimiz Həzrəti Muhammed Mustafadır. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleyküm və rəhmətullah. Bugünkü podkastımıza xoş gəlmişsiniz. Bugün əziz qardaşım Hüccətülislam Kərbəlayı İslam Cəllovla birlikdə Peyğəmbər haqqında bəzi mövzulara toxunacağıq. Kərbəlayı xoş gəlmisən. Bismillahirrahmanirrahim. Xoş gördük. Mən də təsliyyət ərz edirəm əziz Peyğəmbərimizin, İmam Həsən əleyhissalamın və İmam Rıza əleyhissalamın şəhadətləri münasibəti ilə Allah Taala bizləri dünya və axirətdə Peyğəmbər və onun pak əhli beytindən ayrı salmasın. Amin inşallah. Kərbəlayı, istəyirəm ilk öncə Peyğəmbərin dini gətirdiyi məkana, yəni Hicaza bir nəzər salaq və oradan görək ki, orada necə olublar, insanların mədəniyyəti necə olub, vəziyyətləri necə olub. İstəyirəm ilk öncə Quran-ı Kərimə müraciət eləyək. Allah Təbarək və Teala Ali İmran surəsinin 103-cü ayəsində belə buyurur. Və kuntum ala şəfa hufratan minən nari fəənqazakum minha. Od uçurumunun astanasındaydınız, sizi ondan xilas etdi. Burada Allah Təbarək və Teala işarə etdiyi zaman İslamdan qabaq olan zamandır. Və buyurur ki, İslam vasitəsilə sizi o oddan xilas etdik. Bəli, mən istəyirəm burada bu ayədən sonra Həzrət Əli əleyhissalamın bu Nəhcül Bəlağədəki 26-cı xütbəsi ilə sözə davam eləyəm. Həzrət buyurur ki, siz ərəblərin əqidəsi ən pis əqidə idi. Yaşadığınız yerlər ən pis yerlər idi. Siz qayalarda, mağaralarda, ilanların içərisində günlər keçirirdiniz. Və Allah Muhammədi Peyğəmbər olaraq göndərdi və onun vasitəsilə sizi hidayət elədi. Yəni o nicat verdi bir növ. Həzrət davamında buyurur ki, siz çirkab sular içirdiniz və bir-birinizin qanını tökürdünüz. Siz qohumlarla əlaqəni kəsirdiniz və heç bir günahdan da çəkinmirdiniz. Allah yəni Peyğəmbərin vasitəsilə sizi bu problemli bir şəraitdən, bu çətin bir vəziyyətdən qurtardı. İstəyirəm indi bu məsələyə tam başa düşmək üçün bir əhvalata nəzər salaq. O da ki, Əsəd ibn Zürarənin əhvalatıdır. Əsəd ibn Zürarə Xəzrəc tayfasının böyüyüydü. Xəzrəclə Ovus arasında 100 illik bir müharibə gedirdi və öz tayfalarının üstünlüyünü göstərmək üçün və sair mənasız bir şeylər üzərində 100 illik bir müharibə davam edir. Əsəd gəlir Məkkə şəhərinə və bu müharibəyə görə kömək almağa öz dostunun evinə gedir. Ütbənin evinə gedir və Ütbəyə mövzunu danışır. Deyir ki, yəni ehtiyacımız var silahlara və sair belə bir mövzulara. Ütbə ona deyir ki, bizim vəziyyətimiz də sizin kimidir. Əsəd təəccüblənir ki, yəni nə baş verir ki, Məkkədə sizin də vəziyyətiniz bizim kimi olub? Deyir, bir şəxs peyda olub, tanrılarımızı pisləyir, əcdadlarımızın səhv elədiyini deyir və cavanlarımızı öz cəlbedici sözləri ilə öz tərəfinə çəkir. Əsəd görür ki, bu vəziyyətlə başqa Məkkənin, yəni başqa böyüklərinin yanına gedib kömək almağın bir mənası yoxdur. Ona görə də istəyir ki, qayıtsın Mədinəyə. Amma o zamanda rəsmi idi ki, yəni kimsə Məkkəyə gəlsə, Kəbəni ziyarət eləməmiş getsə, pis olur. Ütbə də ona tapşırmışdı ki, Kəbəyə getsən, qulaqlarına pambıq tıxa ki, onun sözləri səni cadu eləməsin. Əsəd deyir ki, mən gedirəm ziyarətə. Və Kəbəyə çatanda görür ki, bəli, Peyğəmbər orada əyləşib və ətrafında da insanlar var və onlar üçün moizə edir. Etinasız yanaşır və təvafına başlayır. Təvaf edərkən özü ilə fikirləşir ki, yaxşı, mən Mədinəyə qayıtsam, məndən soruşacaqlar ki, məsələ nə idi, necə oldu, kömək gətirə bilmədin və orada nə olmuşdu? Mən onun cavab vermək üçün gərək bir məlumatım olsun. Ona görə də Peyğəmbərin yanına yaxınlaşır və Peyğəmbərə buyurur ki, sabahın xeyir. Peyğəmbər onun cavabında buyurur ki, Allah mənə daha gözəl bir salam öyrədib və o da salamun aleykumdur.
Ondan sonra Əsəd peyğəmbərdən soruşur ki, sizin məqsədiniz nədir? Neynəmək istəyirsiniz? Peyğəmbər ona Ənam surəsinin 152-ci və 153-cü ayələrini oxuyur. Əsədin də elə bil ki, bu ayələr tam dərdinə dərman olur. Və elə yerindəcə iman gətirir. Və Allah Rəsuluna buyurur ki, ya Rəsulallah, mənlə bir nəfəri göndər ki, Mədinədə təbliğ eləsin. Biz bu məsələyə işarə elədik ki, bunlar uçurumun astanasında idilər. Az qalmışdı ki, məhv olub o tarixin yaddaşına qovuşsunlar. Allah Peyğəmbərin vasitəsilə bunları hidayət elədi. Amma Gustav Le Bon adında bir dənə fransız tarixçi dəlillər gətirir ki, bu cahil ərəblərdə, cahiliyyət dövrünün ərəblərində mədəniyyət olmuşdu. Bunların vəziyyəti siz dediyiniz qədər də acınacaqlı deyil. Çətin vəziyyət deyil. Və buna görə də 3 dənə dəlil gətirir. Gustav Le Bon'un birinci dəlili budur ki, ərəblərin mükəmməl bir dənə kamil dilləri var idi. İkinci dəlil budur ki, ərəblər inkişaf eləmiş ölkələrlə rabitədə idilər. Yəni, ola bilməz ki, bir xalq inkişaf eləmiş ölkələrlə rabitədə olsun, amma bunun mədəniyyəti yaxşı olmasın, vəziyyəti çətin olsun. Yəni, belə bir şey ola bilməz. Üçüncü budur ki, dəlil gətirir ki, Yəməndə möhtəşəm tikili binalar var idi, sədlər var idi. Və ola bilməz ki, belə bir tikilisi olmuş ölkə mədəniyyətsiz olsun. Bəli. Biz isə buna neçə dənə cavab vermək istəyirik. Birinci iradına ki, deyir, bunların mükəmməl dili var idi. Diqqət eləyək, ərəb dili kamil dildir. Amma bu ərəb dilinin kamilləşməsi mərhələli şəkildə olmuşdur. Yəni, bu əvvəldə İbrani, Siryani, Kildani və Aşur dilləri ilə bahəm təkmil olubdur. Sonradan özü kamilləşərək müstəqil bir dil formasına gəlibdir. Və biz deyirik ki, bu dəlil ola bilməz. Niyə? Çünki, baxın, bədəvi ərəblərin dilləri ən fəsahətli, ən gözəl dil idi. Amma bədəvi ərəblər çöldə yaşayırdılar, o cahil ərəblər, xurafatları var idi, bir-birlərin qanını tökürdülər, 100 illik müharibə edirdilər. Bunlara biz baxanda tarixə görürük ki, bunlarda mədəniyyət deyilən bir şey yox idi. Məhz Peyğəmbər belə bir zamanda zuhur eləmişdi. İkinci irada istəyirik cavab verək ki, bu da budur ki, ərəblərin inkişaf eləmiş xalqlarla münasibəti var idi. İndi biz baxaq görək tarixə. Bu, Ərəbistan yarımadasının bütün hissələrində olmuşdu, yoxsa elə bir-iki nöqtəsində. Əlbəttə ki, bu hamısına şamil eləmək olmaz. Və burada dəlil olaraq gətirirlər ki, Ərəbistanda, Hicaz tərəfdə Qəssanilər və Hirə dövləti var idi və bunlar geniş əlaqələri var idi İran və Bizansla. Biz də cavabını belə verə bilərik ki, bunlar vassallıq xarakteri daşıyırdı bu ölkələrin varlığı. Yəni ki, bir növ müstəmləkə formasında idilər. Və biz baxanda görürük ki, bəzi Afrika ölkələri var ki, neçə illərdir, uzun illərdir ki, Qərbin müstəmləkəsindədir. Baxanda görürük ki, o Qərbin mədəniyyətindən bu ölkələrdə, Afrika ölkələrində heç bir əsər əlamət yoxdur. Və təbii ki, bu da dəlil ola bilməz. 3. Bəli, deyirlər ki, Yəməndə möhtəşəm tikililər olubdur. Və biz bunu qəbul edirik. Çünki buna Tövratda işarələr var. Herodotun, Ertmidorun və müsəlman tarixçisi Məsudinin əsərlərinə baxanda görürük ki, bəli, Məsudi yazır ki, burada möhtəşəm tikililər var idi, yaşıllıqlar var idi, şəhər, ölkə gözəl idi. Amma bu tək Yəmənə aid idi. Başqa yerlərə aid deyil idi. Və Gustav Le Bon özü etiraf eləyir ki, Ərəbistan yarımadasının şimal sərhədlərindən başqa qalan yerləri yadelli işğalçıların heç marağında olmayıbdı. Yəni, bura hücum eləməyibdilər. Məxsusən Hicaz bölgəsi. Məxsusən Hicaz bölgəsi ki, biz orada bu yadellilərin izlərinə rast gəlmirik. Çünki gəlib orada elə... Çünki orada nə su var idi, nə yaşıllıq var idi, nə də bir yaxşı, görkəmli bir yer yox idi ki, bu yadellilər gəlsin oranı işğal eləsinlər. Elə ora gələndə elə orada batıb qalacaqdı. Kərbalay, burada belə bir sual yarana bilər ki, bu Gustav Le Bon'un məqsədi nə idi? Yəni, niyə bu şübhələri yaysın ki, orada mədəniyyət olmayıb və s. Bəli, buna belə bir cavab verə bilərik ki, Gustav Le Bon'un bu dedikləri qərəz və təəssüb keşikdən başqa bir şey deyil. Niyə? Onu da dəlillərin deyək. Baxın, biz Qurana və Nəhcül Bəlağəyə işarə elədik və dedik ki, bunların vəziyyəti acınacaqlı vəziyyəti idi. Allah Peyğəmbərin vasitəsi ilə bunları nicat verdi, qurtardı. Bu acınacaqlı vəziyyətdən çıxardı.
Və peyğəmbər də müvəffəq oldu. Bu işlərində elhamdülillah müvəffəq oldu və o hədəfinə çatdı. Qustav Le Bon isə bunu demək istəyir ki, siz ki deyirsiniz peyğəmbər müvəffəq oldu, öz istədiyinə çatdı. Bu peyğəmbərin gördüyü iş elə də böyük bir iş deyil idi. Onsuz da elə zaten bunların mədəniyyətləri var idi. Bu cahil ərəblərin böyük bir mədəniyyəti olmuşdu. Qustav Le Bon bunu istəyir isbat eləyə. Buna görə dəridən qabıqdan çıxır ki, sizin dediyiniz kimi deyil. Bunlar peyğəmbərin vasitəsilə hidayət olmayıblar. Elə bunlar əvvəldən mədəniyyətli xalq idilər. Bəli. Buna görədir. İstəyirəm biraz peyğəmbərin həyatında qabağa gələk və peyğəmbərin təbliği, yəni dəvətinə bir nəzər salaq. İki cür təbliğ olub peyğəmbərin, yəni gizli və ümumi təbliğ. Gizli təbliğlər ki, bəli, ilk iman gətirən kişi Həzrəti Əli əleyhissalam və xanım Həzrəti Xədicə salamullah əleyhə olub və sonra 17 nəfər və Əbu Zər kimi səhabələr. 3 il Həzrət gizli təbliğ edir və ondan sonra istəyir ki, bu təbliği biraz daha genişlətsin. Amma yenə də gizli şəkildə olur təbliğ. Peyğəmbər Həzrət Əli əleyhissalama ki, o vaxt təxminən 13-15 yaş arası olur, ona buyurur ki, süfrə hazırla və süfrəyə yeməklər və süd qoy. Və 45 nəfər öz qohumlarından dəvət edir. Və bu da Həzrətin uzaq görənliyini göstərir ki, əgər çünki qohum belədir ki, əgər o dediyi sözü, yəni dini də qəbul eləməsələr, öz tayfalarından olduğuna görə, öz qohumları olduğuna görə onu qoruyacaqdılar. Və bu ki, Peyğəmbər bu işi görürdü, qohumlarını dəvət elədi, Allahın əmri idi. Allah təbarək və Teala Şuara surəsinin 214-cü ayəsində buyurur və əndir əşirətəkəl əqrabin, yəni öz qohumlarını qorxud, çəkindir. Tarixçilər arasında bu məsələdə ki, Allah təbarək və Teala bunu buyurub, ixtilaf yoxdur. Həzrəti Peyğəmbər təbliğini qutarandan sonra, dəvətini qutarandan sonra belə buyurur. Kim mənə bu işdə kömək eləyər və mənim qardaşım və canişinim olar. Heç kəsdən səs çıxmır. Bütün qohumlar sükut içində olur və İmam Əli əleyhissalam ayağa qalxır. Deyir, mən ya Rəsulallah. Həzrət Rəsulullah buyurur, əyləş. Bu ikinci dəfə də təkrar olunur. Amma yenə heç kəsdən səs çıxmır və İmam Əli əleyhissalam cavab verir. Həzrət buyurur, əyləş. Üçüncü dəfədə heç kəsdən səs çıxmayandan sonra Həzrət Rəsulullah belə buyurur. Bu gənc mənim qardaşımdır və sizin aranızdakı xəlifəmdir. Onun sözlərinə qulaq asıb əmrlərinə tabe olun. Qohumlar evdən çıxmaq istəyəndə rişxəndlə Həzrət Əbu Talibə deyirlər ki, Peyğəmbər Əlini sənə xəlifə qoydu və o nə deyirsə gərək ona riayət eləyəsən. Ağa Seyid, diqqət eləyəndə görürük ki, biz bu hadisədə təəssübün və qərəzin şahidiyik tarixdə. Əsl tarixçi gərək qərəz və təəssübü kənara qoya. İstəyirsə gəl, gözəl bir əsər yazsın, gözəl bir tarixi təhlil aparsın, onda gərək qərəzi və təəssübü kənara qoya. Yoxsa tarixi həqiqətləri olduğu kimi çatdırmayacaq. Və bu da ən böyük xəyanətdir. Tarixi örtbasdır eləmək olmaz. Tarixi həqiqətlər gərək olduğu kimi insanlara çatdırılar. Mən istəyirəm burada 2 dənə nümunəyə işarə eləyəm ki, burada təəssübkeşlik və qərəz duyulur. Onlardan biri məşhur əhl-i-sünnə tarixçisi Muhammed İbn Cərir Təbəridir. Ki, Təbəri öz tarix kitabında bu hadisəni gözəl və geniş şəkildə, müfəssəl şəkildə nəql eləyibdir, qeyd eləyibdir. Amma gəlir təfsirində, yəni təfsiri Təbəridə biz görürük ki, bu ayənin təfsirini edir və Peyğəmbərin bu kəlamına çatanda ki, bu gənc mənim qardaşımdır və xəlifəmdir, canişinimdir, bu canişin yerinə, xəlifə yerinə kəza və kəza, həmçinin, filan cümlələrini işlədir. Bu, niyə görə belədir? Çünki təəssübkeşlik icazə verilmiş. Təəssübkeşlik qoymur ki, orada Əli ibn Əbi Talibin haqqını desin. İkinci nümunə İbn Kəsir Şamidir ki, Əl-Bidayətu və Nihayə kitabının sahibidir bu tarixçi. Bu, tarixində və təfsirində demək olar ki, eyni ilə Təbəri gedən yolu gedibdir. Və bu hadisəni nəql eləyəndə, hələ tarix kitabında nəql eləyəndə, Təbərinin tarixindən götürmək yerinə, yazmaq yerinə, gəlir Təbərinin təfsirindən istifadə eləyir. Və Təbəri də təfsir kitabında artıq onu qeyd eləməmişdi.
kəza və kəza filan sözünü işlətmişdi. Amma Təbəri öz tarixində bu hadisəni olduğu kimi qeyd eləmişdi. Təfsirində təəssübkeşliyə yol vermişdi. Bəzən bu tarixdə olan təhrifləri görəndə əzizlərin zehninə belə bir şübhə gələ bilər ki, onda bu tarixin heç bir dəyəri yoxdur. Onda biz bu kitabı örtək qoyaq qırağa. Niyə? Çünki əsrlər öncə yazılıbdı və təhrif olunubdu. Heç bir dəyəri yoxdur. Buna bir neçə cür cavab vermək olar. Birinci cavab budur ki, baxın, tarix insan üçün lazımlı bir şeydir. Gərək tarixdən insan ibrət götürsün. Və Allah buna görə Quranda dəfələrlə tarixə işarə edir. Həzrəti Musanın, Həzrəti Yunusin, Həzrəti Yusifin və digər peyğəmbərlərin tarixlərini bizə çatdırıbdır. Buna görə ki, biz ondan ibrət alaq. İbrət üçündür. İkinci dəlil budur ki, hər bir elmin özünün üslubu var. Özünün qayda qanunu var, çərçivəsi var. Bunlardan biraz başımız çıxsa, bəli, biz asanlıqla təhrifi başa düşə bilərik. Yəni, o haqqı batildən ayıra bilərik. Üçüncü dəlil budur ki, bəzən haqqın çatması üçün, məxsusən Əli ibn Əbi Talib və övladlarının imaməti bizə gəlib çatsın deyənə, dili boğazından çıxarılan kişilər olubdur. Meysəmət Əmmar kimi. Biz əgər desək ki, tarix başdan ayağa əfsanədir, başdan ayağa uydurmadır, belə bir şəxslərə cürət olar, cəsarət olar. Çünki bunlar bu haqqaniyyət üçün canlarından keçiblər, şəhid olublar. İstəyirəm Kərbəlayı biraz da qabağa gedək. Yəni, Peyğəmbərin həyatının sonlarında ki, neçə dənə bir əsas məqamlar olub, onlara işarə eləyək. Onlardan biri kağız qələm məsələsi oldu. Peyğəmbərin həyatının sonları idi və Həzrət yataqdaydı. Ətrafında da səhabələr yığışmışdı və Peyğəmbər buyurdu ki, mənə kağız qələm gətirin, sizə elə bir şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız. Amma ətrafında olanlar təəssüflər olsun ki, bu işi eləmədilər və kağız qələm gətirmədilər. Və də müxtəlif böhtanlar atdılar, nauzubillah, qızdırması var, sayaqlayır, həsbuna kitabullah sözünü işlətdilər, yəni Allahın kitabı bizə kifayət edər sözünü işlətdilər və bu sözlərlə orada səs-küy yaradıb, icazə vermədilər ki, Peyğəmbər son vəsiyyətini eləsin. Kərbəlayı, burada çox maraqlıdır və sual yaranır ki, Peyğəmbər nə deyəcəkdi ki, bunlara belə çətin gəlirdi? Yəni, vəsiyyətdir də, hər insan vəsiyyət edir. Və Peyğəmbər də öz sözü ilə deyir ki, mən elə bir şey sizə yazacağam ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız. Yəni, bunların xeyri nə idi? Amma necə oldu ki, bunlar bu işə icazə vermədilər? Yəni, nədən qorxurdular? Bəli, elə dediyiniz kimi də həqiqətən təəccüblüdür və maraqlıdır. Ki, nə səbəb oldu ki, bunlar icazə vermədilər Peyğəmbər vəsiyyətini eləsin? Nə səbəb oldu? Baxın, təhlillə biz bu nəticəyə çata bilərik ki, 1. Həzrət Əli əleyhissalamın xilafətini deyəcəkdir. Əlbəttə, bunu inşallah dəlilində deyəcəm mən. 2. İstəyirdilər bunlar Peyğəmbərin məsumiyyətini aradan aparsınlar. Niyə? Çünki dini maarif bizə iki yolla gəlib çatır. Biri Qur'andır, Allahın kitabıdır. Digəri isə Peyğəmbərin və Əhl-i-Beytin kəlamlarıdır. Bu Qur'ana ki, toxuna bilmirlər. Quran Allahın kitabıdır, toxuna bilmirlər. Amma istəyirlər ki, bu Peyğəmbərin məsumiyyətliyini aradan aparsınlar. Və bu yolla hədis yazılmasın. Peyğəmbərin kəlamları bizə gəlib çatmasın. Baxın, əgər bir adam qızdırmalı halda olarsa, üzr istəyirəm, danışığın bilməzsə və bir söz deyərsə, biz ona gərək şəkk eləyək. Və bu adam yüzlərlə hədis nəql eləyibdir. Yüzlərlə hədis çatdırıbdır bizə. Əgər onun bir sözünə şəkk eləyiriksə, gərək elə 100 sözünə də şəkk eləyək. Nə bilmək olar ki, bəlkə filan hədisi ilə Peyğəmbər qızdırmalı halda deyibdir. Bu səbəbə görə icazə vermədilər və Peyğəmbərin istədilər ki, məsumiyyətini aradan aparsınlar. Amma Allah Peyğəmbərin barəsində Quranda nə buyurur? Bismillahirrahmanirrahim. Və ma yantiqu anil hava in huva illa vahyun yuha. O heç vaxt boş söz danışmaz. O nə deyirsə, Peyğəmbər nə buyurursa, hamısı vəhyin sözüdür, Allahın sözüdür yəni. Belə bir şəxsin barəsində bunlar cürət edirlər. Və bundan sonra biz görürük ki, hədisin yazılmasına qadağa qoyulur ta 100 il. Ömər ibn Əbdüləzizin xilafət dövrünə qədər. Ömər ibn Əbdüləziz Əməvi xəlifələrindən idi
100 ildən sonra o xilafətə gələndə hədis yazılmasına qoyulan qadağanı aradan apardı. Kərbəlayı, biz gördük ki, o zaman Peyğəmbərin vəsiyyət eləməyinə müxtəlif bəhanələrlə, töhmətlərlə icazə vermədilər. Bəs biz hardansa və necəsə bu Peyğəmbərin nə demək istədiyini bilə bilərik, yoxsa yox? Buna belə cavab verə bilər ki, bəli, biz bunu təhlil edib bu nəticəyə çata bilərik. Onun da dəlilləri var. Nəyə görə? Biz dedik ki, Əleyhissalamın xilafətini tapşıracaqdı. Nəyə görə? Baxın, Həzrət öz kəlamında buyurur ki, mənə kağız qələm gətirin, mən də sizə vəsiyyət edeyim və məndən sonra heç vaxt yolunuzu azmayasınız. Həmən sözü, həmən hədisi Peyğəmbər ondan qabaq Qədrxumda buyurmuşdu. Və Səqələyn hədisidir. Hər iki məzhəbdə bunu təsdiq eləyir, qəbul eləyir. Bu hədisin səhihliyin. Bu hədisdə Həzrət buyurur ki, sizin aranızda iki böyük əmanət qoyuram. Biri Allahın kitabıdır, biri isə mənim əhl-i beytimdir. Bunlardan yapışın, ayrılmayın ki, qiyamətə qədər yolunuzu azmayasınız. Həmən ifadəni Həzrət bu vəsiyyət məsələsində də gündəmə gətirir, qeyd edir. Yəni dəlilimiz Səqələyn hədisidir. Səqələyn hədisindən biz bunu əldə edə bilərik və növbəti bir tarixi məqam budur ki, Həzrət bu hadisədən sonra bu ki qoymadılar, kağız qələm gətirsinlər, Peyğəmbər vəsiyyət eləsin. Sonra isə görürük ki, Həzrət bu çətin anda belə olsa, xəstəlik çox şiddətlənmişdi, yenə məscidə gəlir, minbərə çıxır və bu Səqələyn hədisini xatırladır insanlara. Bu səbəbə görə biz deyə bilərik ki, elə Əleyhissalamın xilafətini çatdıracaqdı bizlərə. Buna görə də aman vermədilər, icazə vermədilər ki, Peyğəmbər vəsiyyətini eləsin. Allaha and veririk Peyğəmbər və onun pak əhl-i beytinə bizləri dünya və axirətdə o həzrətlərdən ayrı salmasın inşallah. İlahi, amin. Bugünlük bu qədər. İnşallah bir sonraki podkastlarda görüşmək üzrə. Allah'a emanet olun. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu.